11-ci tapşırıqda qalmışdıq uşaqlar. 11-ci tapşırığı Zəhra, sən izah elə, Daşdəmirli. Onu yazmamışam mən. Kim yazıb uşaqlar? Mən yazmışam amma şübhəlidir. Bəs Fatimə Deyim mən. yazmısan, Muradlı Fatimə. Müəllim, mən də yazmamışam bunu. Bəs Zeynalova Fatimə. Mən də yazmamışam mən. Yaxşı, Aysu sən dedin, deyim. Mən orada ilə normal konusla getməyəcəyik ki. Normal, adi misaldır. Hə, onda konus seçirik. Doğranı 6-dır. Demək, düzgün Radius bucaqlı piramidanın daxilinə oturacağı 60 dərəcəli bucaq əmələ gətirən, oturacağı ilə 60 dərəcəli bucaq əmələ gətirən doğranı 6 olan konus çəkib. Gəl şəkli çəkək, nə deyirsə çəkək. Deməli, 4 bucaqlı piramidadır. Çəkək. Demək, şəklini çəkim, davamını eləyəcəksən. Daxilinə oturacağı ilə 60 dərəcəli bucaq əmələ gətirən deməli, bu konusdur. Konus çəkilib. Oturacaqla 60 dərəcəli bucaq əmələ gətirir. Ha, indi orada 60 dərəcədirsə hündürlük çəkirik birinci, radiusu ayırırıq sonra. İndi bax uşaqlar, sən bayaq dedin ki, müəllim, normal konusdan gedir də söhbət. Burada bunun daxilinə çəkilmək elə belə deyilir. Yəni orada bir qeyri-adi heç nə eləmirik. Daxilin güya nədir ki biz bu 4 bucaqlı piramidadan? Deməli, adi bir konusun doğranı oturacaqla 60 dərəcəli bucaq əmələ gətirib. Ha, yuxarısı 30 dərəcə olacaq onda. Bəli. Bura 60-dırsa, bura 30-dur. 30 dərəcəli 3-dür, hipotenuzun yarısı. 60 da ki onun kök 3 mislidir. 3 kök 3. Hündürlüyü də 3 kök 3 olur elə. Bəli. C variantı. Bəli. Vəssalam. Başa düşdünüz uşaqlar? Başa düşdünüz? Keçdik növbətiyə. Dəqiqə. 13-cü tapşırıq. Uşaqlar, Müəllim, mən bayaq bunu deyirdim ki, biraz şübhəlidir. bu səhvdir. Bu misal səhvdir. Burada cavab başqa cavab alınırdı. Həm də buraxılışa da düşmür deyə bunu izah eləmək də mənasızdır. Ona görə keçək 13-ə. Bunun variantında da səhvlik var. 13-cü tapşırıq. 13-cü tapşırıqda toxunan, 13-cü tapşırıq funksiyanın qrafikinə çəkilmiş toxunan düz xəttinə paraleldir, toxunanın tənliyidir. Bu buraxılışdan çıxarılıb. 14'ü izah edeyim. De. 14'te diagonal kəsiyi, kubun diagonal kəsiyi kök altında 2a kvadrat ilə tapılır. Bizə diagonal sahəsini verib 64 kök altında 2. Oradan a-nı tapırıq 8 apart yerinə qoyanda. Sonra yan səthin sahəsini istəyirsə 4a kvadratıdır. 4-ə vuranda 8-in kvadratını 64-də, o da 256. Bəli. On dörddə cavab 256. 15-i izah edeyim müəllimə. Denən. Burada mən ikinci verilən nisbətlər şəklində yazmışam. 3a bölünsün a, üstə gəlsin 8a bölünsün a, üstə gəlsin 4 bölünsün b, üstə gəlsin 14 bölünsün b. Deməli, yoldaşınız bunu deyir. A'lar gedir 3 üstə gəlsin 8 bölünsün a, üstə gəlsin 4, üstə gəlsin 14 bölünsün b. 3 ilə 4 üstə gəlsin, elə bir ki, orada 8 bölün a-dan 14 böl b-dən 2-ni çıxartmışam.
Hı hı. 4-dən 7B qalır. Hı Onun hı. da qiymətini orada verib 3 yerinə Aferin. qoyuram. Maşallah. Bunu Gəlsin 3 ver. Hı hı. yerinə qoyanda da Ne aldın? 13. Aferin. Doğrudur. Ne çok teoreme düşüyor. Bu da teoremedi. Keçdi 17'ye. 17'ni ikimiz də eləyər. Asandır. Ray 17'ni izah elə. Deyir A parametrlərinin hansının qiymətində A küsuta gəlsin 28 bərabərdir 0-ın tənliyin həlli yoxdur. Yəni 0 qiymətində yoxdur da həlli. Bəli. Bəli. Uşaqlar, yadınızdadır, qayda vərəqində yazırdıq AX bərabərdir B. Bu şəkildə olan xətti tənlikdə A sıfırdır, B sıfırdan fərqlidirsə həlli yoxdur. Hər ikisi sıfırdırsa sonsuz həlli var, A fərqlidir sıfır olanda yeganə həlli var. Burada görürsünüz mənfi 28. B-nin yerində durur. Görürsünüz sıfırdan fərqlidir. Deməli, həllin olmaması üçün A sıfır olsa boş çoxluq olar. Doğrudur. 18-ci tapşırıq. 18-də deyim. Deyim De, 18-də. de. Deyir x kvadratı üstə gəlsin 2x çıxılsın 15 böyükdür 0. Hı Bunu hı. 1-dən Bitdir eləmişəm. sıfır. Hı hı. X1 vurulsun x2 eləyir mənfi 15. Cəmi də eləyir müsbət 2. Hı hı. O da müsbət 5-lə mənfi 3-dür. Yəni mənfi 5 böyükdür x böyükdür 3. Kökləri nə tapırsan? 5-dən mənfi 3. Mənfi 5-dən yox, Bəli. müsbət 5-dən əvvəl düzdür. Kökləri cəmi axı mənfi 2-dir. Bəli, ona görə mənfi 5-dən müsbət 3. Hı hı. O da mənfi 5 böyükdür 2 böyükdür 3. Onların arasındakı natural ədədlərinin cəmi də 1, 2, 3 o da cəmi edir 6. Deməli, mənfi 5 ilə 3-ün aralığından bir sınaq nöqtəsi götürürük. Məsələn, 0. Düzdür? 0-ı qoyanda Bəli. ödəyir. Digər tərəflər ödəmir. Ödəmir. Mənfi 5 ilə 3 aralığı oldu. O da 1, 2, 3. Hı hı. Cəmi də 6. Bəli. Burada yerləşən natural ədədlər də 1, 2, 3 olduğuna görə cəmi oldu 6. 19-cu tapşırıq. 19-u Muradlı Fatimə yazmısan? Muradlı Əli. 19-da müəllim Hı hı. mavi veya deyir ki, qara çıxma ehtimalı 0,175-dir. Hı hı. Qaranın sayını bilmədiyimiz üçün ona x veririk. Cəmə ilə bir qəşəng səliqə ilə yazaq. Qaraya x deyək. Sonra sarımız nə Sarıya qədərdir? 3, Aha. 3. Hı hı. Mavimiz isə 5-dir. Qəşəng. Mavi 5. Maksimum olacaq x Aha. plus 8. Bütün mümkün hallarımız, bəli, sən demiş, x plus 8-dir. Elə bir ki, mavi ilə sarının çıxma ehtimalı da x plus 5-dir. Mavi ilə sarının deyir orada, mavinin, qara və ya mavinin olma hadisəsi. Hə. Qara ilə də mavinin olması x üstə gərək 5-dir. Nəyə bərabərdir deyir? 4-dür 3-ə. Afərin. Çarpaz vuruq həll edirik. 4x plus 20 bərabərdir 3x plus 24. X-ə 4 tapırıq. Bəli. X-i tapdıq 4. Bizdən sonda da bunu istəyir. Qara kürəciyin sayını. Doğru cavab 4-dür. Düzgündür. 20-ci tapşırıq. Deyim mən. Raya dedim, 3 dərsini deyəcəksən. Heç deməyən, heç. Emil, Əliyev Emil burada. Mən deyim mənim. Əliyev Emil. Burada Denən görüm 20-ni. 20'ye Bəli. logaritma 3 4x sayısının tənliyini həll edin deyir. Hı hı. Qalaraq eləyəcəyik. Yox.
Loqaritma 3 əsasdan 4x üstə gərək 3-ün 3 olması üçün 4x üstə gərək 3 nəyə bərabər olmalıdır? Da. 27'ye. 3-ün kubuna, yəni 27-yə. Ha. Düzdür? Bəli. Buradan da 4x nəyə bərabərdir? 4x bərabərdir 24-də. X da 6-ya. X oldu 6. Yazmamısan sən bunu? 20'yi yazmamışdım deyəsən. 21. Əliyev Məhəmməd 21-i denə. Birdən çox olan birləşmə elementlərin sayını tapın deyir. Birləşmədə bütün elementlər götürürük də mən. Hansılar olacaq? 1, 2, 3, 4, 7, 8, 9 orada. Neçə nə oldu? 7 dənə. Afərin. 22-ni də denə. 21 asan idi. 22-də müəllim x çıxır 3 verib. Aşağıdakı üçüncü düsturunun açırıq. X üstə gəlir y, x çıxır x düsturuna. Hı. Çıxır 3 verib x üstə gəlir y-də 9 olacaq orada. Hı. Sonra orada tənli yaranır. Y-lər gedir 2x 12 olur, x 6 olur. Hı. Hesab yerine qoyanda y3 tapırıq. X-nin y-də hansını istəyir? 3-ü də 6 əvrandan 18. Doğrudur. Məhərrəm. Buradasan? Məhərrəm. Həbibli Əli. 23 izah elə. Düzgün kəsir olması üçün 24-dən balaca olmalıdır. Hı. Daha sonra 6 də 27-dən balaca olacaq. kiçik olacaq. Aha. 27 bölü 6. Neçə eləyəcək? 4-dən nə qədər? 4-dan 6-da 3. Aha. Sonra səndən nə istəyir? N-in natural Natural qiymətlərini istəyir. qiymətini o da 1, 2, 3, 4 bir də. 1, 2, 3, 4. Cəmi neçə eləyəcək? 10. 24-cü tapşırığı. 24-ü bayaqları Avdin izah elədi. 24 tipli bir misal var idi. Bunu şifahi ilə mən deyim, geçsin. Deməli, x-in başında kəsir kiçikdir 3. X üssü hər tərəfi 4-cü dərəcəyə yüksəldəndə 81-dən kiçik olacaq. Amma biz bunu 0-dan 81-ə götürəcəyik. Çünki biz bayaqlar dedik ki, x mənfi ola bilməz. Əgər başındakı ədəd kəsirdirsə, heç vaxt əsas mənfi ola bilməz. 25-ci tapşırıq, sonuncu tapşırıq. Heç izah eləməyən kim qaldı? Deyim mənə. Vüsal, izah elədin sən? Bəli. Yusif desin, Yusif var burada. Yusifin səsi gəlməyib hələ. Eşidirsən Yusif? Müəllimə yazmamışam mən 25-i. Asadda ha Yusif, onu yazmamısan ki. Çətin deyildi o. Omarov Murad. Sənin də səsin gəlməyib. Burada müəllim deyir natural ədəd 50% artırır, sonra 50% azaldıqda. Burada 100 150 olacaq. 100 ilə götürsək. 150%. Sonra 50% azaltdıq deyir ki, 50% elə bir 75-ə düşəcək də sonra. Gəl belə deyək də, 50% artıranda 150% olur. 50% azaldanda yenidən Təzədən 50%. Ay, bölürəm 100-ə. Sən demiş, neçə olur? 75% olur. 75% olubsa, nə? 25% azalıb. Ay, 25% azalıb. Vəssalam. Dərsimiz bitdi. Sağ olun uşaqlar. Sağ olun müəllim. Sağ olun. Sağ olun müəllim. Sağ olun. Tamam müəllimə.
Uşaqlar salam. Başlayaq tapşırıqlarımıza. Birinci tapşırığın izahını üçün verər. Amma hərə bir dəfə cavab verəcək. Birinci izahını. Aysun cavab ver. Bizə deyir ki, müəllim, burada bir qutuda ölçüləri eyni olan 6 yaşıl və 5 qırmızı kürə var. Qutudan təsadüfi olaraq götürülmüş 4 kürə. Aşağıda deməli 11 dənə bütövümüz varsa, kombinezon 11-dən 4 olacaq və eyni rəngli olmasını istəyirsə, kombinezon deməli Hı -hı. 11-dən 4 düzdür. aşağıda 11-dən 4 olacaq. Deməli, yuxarıda isə kombinezon 6-dan 4, bir də ki 5-dən 4 olacaq. A variantı. Bəs onların Onlar arasında toplayacaq. niyə toplam olacaq səncə? Çünki 4 kürənin də eyni rəngdə olması, yəni 4 dənə qırmızı kürə də ola bilər, 4 dənə yaşıl kürə də ola bilər də. Çünki aralarında və ya ilə deyə bilirik. Onun Bəli. üçün. Deməli, uşaqlar 6 yaşıl 5 qırmızı olduğuna görə 6 ilə 5-in cəmi 11 edir. Deməli, 11-dən 4 bütün mümkün hallardır. O da mənə deyir ki, qutuda təsadüfən götürülən kürənin 4-ünün də eyni rəng olması. 4-ü də ya qırmızı ola bilər, ya da 4-ü yaşıl ola bilər. Ya da dediyimə görə aralarında toplamı olacaq. Olacaq kombinezon 6-dan 4 və ya topla kombinezon 5-dən 4. Yəni, vurma bildinizsə niyə olmaz? Müəllimə, kim mən deyim? Denə. Burada müəllim biz 1-dən çıxacağıq, onların elə bir şey ata bilməmə ehtimalını. 1-dən 0.5 çıxacağıq, 0.5. Sonra 1-dən 0.4 çıxacaq, 0.7. Sonra bunları bir-birinə vuracağıq. Elə bir şey atma ehtimalı ya atmama ehtimalı olacaq da. Heç birini at. Yəni ikisini də atmama ehtimalı olacaq. Aha. Hə, bunları Aha. vuracaq bir-birinə, 0.35 eləyəcək. Bunda 1-dən çıxacaq, cavabımız alınacaq. Bəli. 0.65. Şərtdə bizə deyir ki, heç olmasa biri vursun. Ya biri vursun, ya ikisi vursun. Ya deyir ki, ya birinci vursun, ya ikinci vursun, ya da ki, hər ikisi vursun. Ona görə heç birinin vurmamasını tapıb çıxırıq. Hər ikisinin vurmasını tapmaq üçün desəydiksə, mən sizə demişdim, 0.5-i 0.3-ə vuranda hər ikisinin tapması olacaqdı. Heç birinin tapması olanda, vurması olanda isə 0.5-i 0.7-yə vursan, heç bir atıcının hədəfi vurmaz. Tapmama ehtimalı, vurmama. Və birdən də çıxanda heç olmasa biri olur. Düzdür. Bəli. Sonra 3-ü deyim müəllim. deyil ha. Mən bərabər tərəfli üçbucağın daxilini istəyir. O da 180 dərəcə deyənə 3-ə bölür 180 60. Bəli, bərabər tərəfli üçbucağın bir daxili bucağı qayda olaraq bilirik ki, 60 dərəcədir. Doğrudur. 4-ü deyim müəllimə. De Aysu. 4-də bizdə aşağı biraz endirə bilərsiniz. Aşağı endirdim. Görünür. Funksiya ən böyük qiymətini istəyir. Funksiya ən böyük qiymətdə məxrəci nə qədər kiçik olarsa, kəs o qədər böyük olar da. Ona görə modun ən kiçik qiymətini tapırıq. O da 0-dır. Aferin. Elə 0 qoyacaq. 30-u da böləcək 5-ə 6. Doğrudur. Modulun ən kiçik qiyməti məxrəci ən kiçik eləyən ədəd deyilir. Çünki məxrəc nə qədər kiçik olarsa, kəsir bir o qədər böyük olar. Ona görə yoldaşımız 0-ı qoydu. Çünki 0-dan kiçik ədədi modula qoyanları modul mənfi almır. 30-u da 5-ə böləndə doğru cavab 6. 5-ci tapşırığı kim izah eləyər? Axşamınız xeyir müəllim, necəsiz? Salam Zeynal. 5-ci tapşırığı. Baxaq görək kimi deyək. Aydan 5-ci tapşırığı denən. Burada deyir ki, düzgün dördbucaqlı piramidanın neçə simmetriya müstəvisi var? Burada mən cavabı 4 tapmışam. Düz tapırsan. Çünki simmetriya müstəvisi ikisi elə bil ki, burada şəkil çəkirik mən. Çək. Düzgün dördbucaqlı dediyinə görə oturacağındakı fiqurun adı nədir? Kvadrat. Ay, sağ ol. Kvadratın neçə simmetriya oxu var? 1, 2, 3, 4. 4 dənə kvadratın simmetriya oxu olduğuna görə həmin kvadratın da yaratdığı elə bir ki, hər düz xətt bir müstəvi yaratsa, onlar hamısı simmetriya müstəviləri olacaq. Demək 4 dənə simmetriya müstəvisi var. Düzdür.
Altıncı Altını tapşırıq. deyim, De deyim Vəfa, mən. de. Deməli, A vektorunda, bir də B vektorunu verib bizə. Hı. Bir, ya, 2 açıq B-nin yerinə qoyacaq. Hı. 2-ni 1-ə vuranda 2, A vektorunu tapanda Hı. 2, -2, 2m olur. Aferin. Çıxılsın, -1, 6, -6 və Bir dəqiqə 4-dür. gözlə, mən də altından yazım. Mən yazdığıma baxaraq denə. Deməli, B-ni də Hə, olduğu kimi köçürdürəm. -1, aha. -6 və 4. Çıxma dediyinə görə, 2 çıxaq, B dediyinə görə çıxaq. Hı. X-dan X-i, Y-dən Y, Z-dən Z-i. Nə olacaq? Deməli, 2-dən -1 çıxanda 3, -2-dən -6 çıxanda 4, bir də 2m çıx 4 olur. Sonra Aferin. da bunları kvadrata yüksəldəcəyik. Çünki bizdən m-in qiyməti soruşur da. Bəli. Hamısını kvadrata yüksəldəndə 3-ün kvadratı, 4-ün kvadratı 25 isə, yəni 2m çıx 4-ün kvadratı bərabərdir 25. 2m çıxılsın 4-ün mötərizə kvadratı 0-a bərabər olur. 2m4, m də 2 olur. Bəli. D Deməli, m-in variantı. 2 qiymətində bu ifadənin, bu vektorun uzunluğu, yəni 2 açıq B-nin uzunluğu 5-ə bərabər olacaq. Doğrudur. Bəli. 7-ci Yeddini deyim tapşırıq. müəllim. Ümid. 7-də deməli kəskin sürətlə qonşu bucaqlar əmələ gətirdiyinə görə alfa ilə betanın cəmi 180 olur. Şərtdə də bizi deyir ki, ikisinin də fərqi deyir 64 dərəcəyə bərabərdir. Tərəf-tərəfə toplasaq 2 alfa bərabər 244, 244, alfa da eləyir 122 A bəndi. Bəli. Bizdən də alfanı, yəni böyük istədiyinə görə yoldaşımız 122-ni dedi. Doğrudur. Bəli. 8-ci tapşırıq. Kim izah eləyər? Hə, 8 törəmədir uşaqlar. İndi baxıram. Törəmə düşmür, buraxılışa getdi. 9 mən 9. deyim. De Əsmər. İki oxşar sindirin yan səthlərinin sahəsi nisbəti 4-ün 16-ya kimidirsə, sahələrin nisbəti kvadratik olur. O da 4-ün 1-i olur. Yəni K özü 2-nin 1-ə nisbətində olur da. Aşağı. Demək, ixtisar getdin. 1-in 4 yazdın. Onda K-mız nə oldu? 2-də 1. 2-də 1, hə. Aha. Sonra həcmlərdə kubik olur da. Ona Aha. görə 8-də 1 olur. Aferin. Onda birincinin həcminə Birinə 8 8x ver. deyəcəyik, 8v, bir digərinə də v deyəcəyik. Fərqini 49 pi verib. Hı -hı. O da v-nin birini tapırıq 7. Hı -hı. Bizdən böyüyünü istəyirdik, 7-yə vuracağıq. Yox, 8-ə vuracağıq. O da eləyəcək 56. Bəli. 2 dənə həcmin birinə 8 və birinə v demişik. Yoldaşımız da v-ni 7 tapdığına görə 8-ə vuranda 56 pi oldu. Doğrudur. Doğru cavab oldu. 9-da C variantı. Daha sonra 10-cu tapşırıq. Hə, uşaqlar, asimptot düşmürdü imtahana. Amma məktəbdə keçmişik də biz bunları. Deməli, üfüqi asimptotumuz vardı, şaguli asimptotumuz vardı. 4x topla 1-i, x topla x çıx 1-ə belə bu şəkildə bölürdük. Deməli, yuxarını yazırdım. 4x çıxılsın 4, üstə gələk 5. Aşağını da yazıram, x çıx 1. Bərabərdir. Sonra parçalayırdıq. Topla 5 bölə 2 çıx 1. Burada da 4 üstə gələk 5 bölə 2 çıx 1 olurdu. Bizdən burada üfüqi asimptotu istəyir. Üfüqi asimptot buydu, qıraqda qalan. Şaguli asimptot isə məxrəci 0 eləyən idi, yəni 1. Ona görə doğru cavab burada A variantı olur. Buraxılışda heç vaxt asimptotlar düşməyib, amma hər ehtimala, yəni asan sualdır deyə və məktəbin də əvvəlində keçirsiniz deyə birdən də düşə bilər. 10-cu tapşırıq getdi. Keçək növbəti səhifəyə. 11-ci tapşırıq. On biri kim izah eləyə bilər? Deyim müəllim. Deyəl Övsət.
11-ci tapşırıqda deyir ki, radiusu m santimetr olan dairənin daxilində sahəsi ən böyük olan bərabər yanlı üçbucaq çəkilmişdir və bu üçbucağın sahəsini tapın. Biz burada böyük yeri tapmalıyıq. Böyük yer bərabər A bölü kök 3-ə. Niyə A bölü kök 3-lə getdin? Düstur çünki budur. Hansının düsturudur? Bərabər yanlını deyil o. Bərabər yanlı deyir o. Amma bərabər tərəfliyə görə Aha. yazmışam. Əslində səbəb var. Sahəsi ən böyük dediyinə görə bərabər tərəfli olmalıdır. Bildin? Ona görə. Səndə bərabər yanlı deyir, amma sahəsi ən böyük sözü varsa, bərabər yanlıların da sahəsi ən böyük olan bərabər tərəflidir. Ona görə sən bu düsturdan istifadə eləmirsən. Davam elə. A eləyir orada kök 3R. Sahənin düsturda kök 3 A kvadratı bölü 4-dür. Radiusu da n verdiyinə görə kök 3 n yazacaq. Daha sonra sayı düsturumuz nə idi? Kök 3 A kvadrat bölü 4. A m kök 3 olduğuna görə m kvadratı 3 olacaq. Bu da eləyəcək B variantı. Bəli, 3 kök 3 m böl 4. Başa düşdün? Bəli. 12-ni mən deyim. 12-ni denəmədin. Deyir ki, 6 diplomat dəyərin masa ətrafında neçə sola əyləşə bilər. Burada mənim permütasiyonla gedirdik də. Necə yazmısan? Permütasyon 6-dan 6 olmur. Dəyirmi masa olanda həmişə. Yadındadır biz dəyirmi masada deyirdik ki, n dənə adam varsa, orada yer dəyişmənin sayı, yəni üsulların sayı n çıx 1 faktorialdır. Bildin? Ona görə n çıx 1 6 faktorialla yox, 6 çıx 1 faktorialla nədən istifadə edəcəyik? 5 faktorialdan. O da olacaq 1, 2, 3, 4, 5. Neçə eləyir? 120 eləyir burada. Ay sağ ol, 120. Amma belə dəyirmi masa deməsəydi, desəydi ki, 6 diplomat dəyirmi masa ətrafında yox. Elə adicə desəydi ki, 6 diplomat düzülüb, neçə üsulla əyləşə bilərlər? Onda 6 faktorial və ya sənin dediyin kimi permütasyon 6-dan 6 götürəcəkdin. 13-cü tapşırıq. Deyim əmin. De Murad. 13-də yuxarıda n çıxılsın bir faktorial olur. Aşağıdakı n plus 1 faktorial. O da bərabərdir 43-ə 1-ə. Birinci aşağını açırıq. N çıxılsın 1 faktorial. Vurulsun n plus 1. Sürətli kimi saxlayırıq. Bərabər 43-ə 1 olduğu kimi qalır. Sonra n çıxılsın 1 faktoriallar gedir. Qalır 1 bölünsün n vurulsun n plus 1. Bərabərdir 43-ə 1-ə. Onu da tərsini vuranda n kvadratı üstüyənsinin n çıxılsın 42 bərabərdir 0. Köklərdə mənfi 7 ilə 6 edir. Viet teoreminə görə, ay sağ ol. Viet teoreminə görə hasili mənfi 42 cəmi mənfi 1 olan ədəd mənfi 7 və 6-dır. Səncə hansını götürürük? Müsbət 6-nı. Bəli, çünki permütasyonda n-də n heç vaxt mənfi ola bilməz. Doğrudur. 13-də doğru cavab oldu. C variantı. 14-cü tapşırıq. Kim izah eləyər 14-ü? Deyim müəllim. Denən Abbas. Müəllim, burada 10 dənə rəqəm var. Birinci 5 dənə boş xana seçdim. 10 dənə rəqəm var. Prosta 0 ilə başlaya bilməz deyə birincidən 9 yazırıq. Aferin. Sonra ondan bir dənə çıxırıq. Təkrarlanmasını istəmir. Ona görə 9, 8, 7, 6. Axırda da nəticə 27216 edirdi. Bəli. İndi hesablamamız düzdürsə, cavab belə eləməlidir. 15 mən deyim müəllim. Denən. Burada 4 dənə element var. Bunda düsturü 2 üstü n idi də müəllim. O da olur 2 üstü 4, 16. Bəli. Ad çoxluqların say düsturu 2 üstü n-dir. 4 element olduğuna görə bütün ad çoxluqlarını istəyirsə məndən 2 üstü 4 olacaq. 16. Düzdür. 16-cı tapşırıq. Onun 16-cını mən deyim. Uşaqlar, binomun açılışında binomial əmsal da istəyə bilər, əmsal da istəyə bilər. Əgər məndən binomial əmsal istəsəydi, 2 üstü 6 götürərdim. Binomial əmsal düsturu 2 üstü n-dir. Amma əmsal deyəndə isə, əmsal nədir burada? 3-dən 2-dir. 3-dən 2-nin fərqinin üstü 6.
Deməli, əmsalları 1 üstü 6 1-dir. Binomial əmsalları isə 2 üstü 6, yəni 64-dür. Şərtdə də məndən əmsalını istəyir. Binomial əmsalını istəmir. Doğru cavab 1-dir. 16 getdi, 17. 17-ni kim izah eləyər? Mən deyim. De Türkan. Orada ayırıb yazmışam. 1-in kvadratı üstəgəl 2-nin kvadratı, 3-ün kvadratı, 4-ün kvadratı. Onları tapanda 30 eləyir. Gözlə Bir mən də də yazdım. 1-in kvadratı, 2-in kvadratı, 3-ün kvadratı, 4-ün kvadratı. Bunu topladın 30 elədi. Aha. bəli. Sonra? 1-dən 19-a kimi də tək ədədlərin cəmi eləyir 100. Hə, gəl indi onun səbəbini deyək. Niyə 100 eləyir? Mən elə düz hesablayıb tapmışam. Qısa Bəlkə bunu yolu ədədi yoxdur. silslə yazaq. Hə. Ədədi silslə yazanda A1-in nədir? 1. 1. A-nin nədir? 19. Bölə 2 vuraq. İndi burada nə qədər ədəd var? Necə tapırdıq? Sonuncudan birincini çıxırdıq. Bölürdük 2-yə, üstünə 1 gəlirdi. Aferin. Neçə dənə oldu? 10 dənə. Ona 10 görə dənə. yuxarı edir 20, 20-ni 2-yə bölürəm 10, 10 dənə vururam 100. Sən də 100 demişdin. Qəşəng. Sonra? Onda cütlər də elə yazırıq. Ay, sağ ol. Hə, 2-nin A1-in üstünə nədir? 22. Aferin. Böl 2 vur. Neçə dənə olacaq? 20-dən 2-ni çıxırıq 18, bölü 2, 10 dənə elə o da 10 dənə. Ay, bu neçə eləyir? O da eləyir 110. Aferin. Onları da toplayırıq, cavab da eləyir 240. Aferin. 240. Doğrudur. On səkkiz. Kim deyər 18-i? Mən deyim. De Türkanə. Burada A və B nöqtələri koordinat başlanğıcı nəzərən simmetrik olduğuna görə A nöqtəsində Y 3-ün əksi olacaq, yəni -3. B Aferin. nöqtəsində də X, yəni B -4-ün əksi 4 olacaq. Onların da cəmi 1 eləyir. Aferin. Koordinat başlanğıcına görə simmetrik olanda X, Y nöqtəmiz olur -X, -Y. Ona görə yoldaşımız belirlədi. Bunların da cəmini istir də sonunda. 1-ə bərabərdir. Doğrudur. 19. Deyim mən. De Camal. Orada müstəvini kəsir deyə 12-dən 10 çıxıb bələcək 2-yə, o da 2 və Aferin. 2. Ay, sağ ol. Deməli, bir ucu müstəvidən 10, digəri də 12 sm məsafədədir. Biz də demişik ki, əgər müstəvini kəsirsə düz xətt və onun orta nöqtəsini istəyirsə, müstəvidən məsafəsini istəyirsə, fərqinin yarısı. Bəs Mircamal, kəsməsəydi neyniyəcəkdik? Toplayıb 2-yə bələcək. Ay, o da cəmiyə. Kəsməsə cəminin yarısı, kəsirsə fərqinin yarısı. Doğrudur. 20. 20-ni kim deyər? Mən deyim müəllimə. De Nərgiz. Burada kürənin səthinin sahəsi 4 pi r kvadratı. 4 pi r kvadratı 64 pi. Buradan pi'lər gedir. R kvadratı 16, R də olur 4. Bəli, düsturdur. Radiusu istəyir bizdən, radiusu da oldu 4. Doğrudur. Mənim 21-i mən deyim. De. 21-i deyim. Nurdan 21-i denə. Deməli, müəllimə burada 4 üstü 2x üstə gəlsin. 4 üstü -2x. O da bərabərdir 23-ə. Burada da 4 üstü 2x üstə gəlir 4 üstü -2x düşür məxrəcə. Aha, gəl yazım sənin dediyin kimi. Sonra? Buradan da 23-ə bərabər olur. Sonra bu müxtəsərlə bunu bükək. 4 üstə 2x üstə gəlsin. 1 bölünsün 4 üstü x-i kvadrata yüksəldirik. Çıxırıq hasimi 2 mislin. Aha, çıxırıq 2 mislidir. O da 4 üstü 2x kvadratı. Ona gələcək qalacaq 2. O da ona da
25 oldu. Atırıq 23-ün üstünə 2 25. girir. Aha. O Kvadratı nə bu? 25 olan ədəddə hansı ədəddir? 5. Biz mənfi 5-i götürməyəcəyik, müsbəti götürəcəyik. Çünki niyə? Yox, mənfi ola bilməz də. A-sı o. 4-lər müsbətdirsə, üstünə nə yazırsan yaz, cəmləyəndə müsbət olmalıdır. Doğrudur. 23. 22-də toxunağın bucaq əmsalından gedirsə o törəmədir, bizlik deyil. 23. 23 izah eləsin kimsə? Bilir. Amma izah eləməyənlərdən. Görək kim var burada. Aysu Şabanova deyib. Aysu Qasımlı. De görüm. Mənim yazamamışam ya onu. Yaxşı. Asiman sən denən. Deyim müəllim. Asimanın səsində problem var deyir. Hə, səsində problem var. Elçin denən. Müəllim, orada x0 tapırıq birində. x0 mənfi b bölünsün 2 ilə tapırıq. Mənfi burası mənfi 6 bölünsün 2, o da edir 3. Cəmən, Sonra yavaş-yavaş deyək. Yavaş-yavaş deyək. Deməli, x kvadratı çıxaq 6x üstə gələ 25-də desən ki, müəllim x0-ı tapırıq. Yəni, təpə nöqtənin x-ini tapırsan da, düzdür? Bu da mənfi b bölü 2 adi üsturu ilə dedin gedir. O deyilir 6 bölünsün 2, yəni 3. Belə deyirdin də? bəli. İndi aparıb 3-ü yerinə qoy. 9 sırasına 6 vurulsun 3 üstələnsin 25 olur orada. 9 9 sırasına çıxılsın. 18. 9 Aha. çıxılsın 18 üstələnsin 25 olur. Mhm. Mənfi 9 üstə 25 gəldi 16 edir orada. Mhm. Loqaritma 4-dən 16-da 2 verir. O da kök altında olduğuna görə kök altında 2-dən müsbət sonsuza. Aferin. Deməli, ən kiçik qiymətimiz kökdə 2-dir. Kökdə 2 və biz də bilirik ki, kökün qiyməti müsbət sonsuzluğa doğru getməlidir. Çünki loqaritma burada 4-dəndir, artandır. Ona görə müsbət sonsuzluğa doğru gedəndə müsbət elə kökdə 2-dən müsbət sonsuzluq götürürük. Doğrudur. 24-ü Həsən desin. Həsən eşidirsən məni? Sən onu eşidirsən? Bəli, müəllim. Sən onu denən 24-ü. 24-ü. Mən burada 4-ə bölürdük. Tam Aferin. bilmirəm bunu. Düz deyirsən. 4-ə bölürük üstünü. Yəni 4-ə bölən hissəsini ayırırıq. 1285-i 4-ə böləndə nə qalır? Yəni fikirləşim deyəcəm. Mhm. Son 2 rəqəmini böl. 321. Hə, qalığı deyil. Qalıq nə qalır? 1 qalır. Qalıq 1. 1 qalır. Всё. O da gəlir üstü 1, yəni i. Qurtardı. Elə cavab budur. Bəli, cavab odur. Üstünü 4-ə bölürsən, alınan qalığı götürürsən. 25-ci tapşırıq. Deyim mən. De Çinarə. Burada qiymətlər çoxluğunadır. Sinus kvadratın qiymətlər çoxluğu 0,1-dir. Bir dəfə Aferin. 0 qoyuruq yerinə. Mhm. 2 üzərinə gəlməsin 0, 2 eləyir. Bir Mhm. dəfə də 1 qoyuruq sinus kvadratın yerinə. O da 2 üzərinə gəlsin 4, 6. Burada deyir ki, çoxluğa daxil olan ədədlərin medianını istəyir. 2-dən 6-ya qədər ədədlərində median deyəndə sırayla düzürdük. Ortadakını götürürük. O da 4 edir. Aferin. Doğrudur. Səsin də düzəlib, qəşəng gəlir. Keçdi ikinciyə. İkincinin birincisini. Deyim. De.
3, 4, 5 çoxluğuna elementlərin rəqəmləri təkrarlanmayan neçə müxtəlif iki rəqəmli ədəd düzəltmək olar? Hı. İndi burada 34, 35, 43, 45, Hı hı. 54, 53. 6 dənə C variantı. Ya da ki, necə eləyirdi? 3 dənə oyuq açırıq. Bilsən, rəqəm çox Hə, olanda birdən çaşarsan. Hər rəqəmləri düzəldəndə hansınsa unudarsan. Ona bəli. görə 3 dənə oyuq açırıq. Birinci oyuğa 3 vur, 2 vur, 1. aferin 3 vur, 2 vur, 1. Cavab da O da al. 6 edir. Doğru. Müəllim, niyə üçün oyuq açdıq ki, iki rəqəmli istəmir bizdən? 2 rəqəmli istəyirsə 2 oyuq açırıq. Hə, mən şərti 3 rəqəmli oxudum. 2 rəqəmli istəyirsə 2 oyuq açırıq. 3 vur 2. Yenə də 6 eləyir. İkisine də cavab 6 verir. 2 rəqəmli də istəsə 3 rəqəmli də. İkinci tapşırıq uşaqlar şahidi. Onu deyim, keçək üçüncüyə. Mən deyim şahidi. Deməli, biz bilirik ki, sinusla kosinusun ən kiçik qiyməti -1-dir. Ən böyük qiyməti də 1-dir. Amma bunların ikisinin cavabı -2 veribsə, demək -1-i aşıb. -1-dən daha kiçikdir. Belə çıxır ki, bunlar hər ikisi də mənfi rübdədirlər. Hər ikisinin mənfi rüb olduğu üçüncü rübdür. Həm sinusun, həm kosinusun mənfi aldığı rüb üçüncü rübdür. Ona görə ikinci sualın cavabı B variantıdır. Şahidi deyəm, o mən dedim. Üçüncü tapşırıq. Mövlana, üçüncü tapşırığı izah elə. Üçüncüdə arcsinus mənfini qabağa ötürəcək. Hı Kök -hı. 3 bölü 2-ni də 60 dərəcədə aldığına görə D variantı mənfi pi bölü 3. Bəli, kök 3 bölü 2-ni 60-da aldığına görə doğru cavab D bəndi. Dördüncü tapşırıq. Demək uşaqlar, dördüncü tapşırıqda aksinus x-1 bölü 3 funksiyasının təyin oblastını istəyir. Aksinusun da təyin oblastı sinusun qiymətlər çoxluğudur. Sinusun qiymətlər çoxluğu bircə dəqiqə gözün uşaqlar. Hə. Sinusun qiymətlər çoxluğu da -1,1-dirsə, deməli aksinusun təyin oblastı -1,1-dir. Deməli x-1 bölü 3 bir dəfə -1-ə bərabər eləyirəm. Bir dəfə də x-1 bölü 3-ü 1-ə bərabər eləyirəm. Buradan x-i alıram, -3-ü, -1-i 3-ə vururam, -3 üstünə 1, -2. Bir dəfə də alıram, 3-ü 1-ə vurub üstünə 1 gəlirəm, 4. Doğru cavab olur C bəndi. -2, 4. Beşinci tapşırıq. Beşinci tapşırığı kim yazıb, kim izah eləyə bilər? Kim idi deyim deyən? Mən idim deyim. Deyil Salə. Burada Hı -hı. kosinus 4x-i asa bilərik. 1 çıxılsın 2 sinus kvadrat alfa ilə atsaq. Aha, gözə Alınır mı? eləyək. Alınır, alınır. Deməli, yoldaşımız deyir ki, müəllim, 2 kosinus 4x var ha, ikinci gələn. Onu yazaq, 2 vurulsun, demən yazım. 4 sinus 2x üstəgəlsin 2 vurulsun. 1 çıxılsın 2 sinus kvadratı 2 alfa olur da 4-dür deyənə. Hı-hı. Bərabərdirsə Bir də gözlə sinus kvadratı 2x. Alfa demək x denən ki. Sonra üstə gələk. üstəgəlsin 4 sinus 2x bərabərdirsə. Aferin. Daha sonra? Sonra 2-ni vurub ataq. Hı-hı. Sonra ədədləri bir tərəfə keçirək. Hı-hı. Gəl bu 4 sinus 2x-i keçirdək 3-ün yanına. 4 sinus kvadratı 2x çıxaq 4 sinus 2x topla 1 bərabərdir 0-a. Belə yazmısan? Bəli. Bu nəyə gəlir? 4-ü mərkəzi xaricinə çıxardaq. Yox, müxtəsərə gəlir. Aferin. 2 sinus 2x çıxılsın 1. O da sinus 2x bərabərdir 2-də 1-ə. Sinus 2-də 1-də 2x. 30 alır. Bu da xüsusi hal deyildi. Başlayırıq normal şəkildə açmağa. -1-in üssü n, pi bölünsün 6 plus pika. Pika. Hə, 2-lər gedir. İndi hər tərəfi də 2-yə bölürəm. Pi bölünsün 12, üzərinə gəlsin pika böl 2. Hı -hı. 2
2 yazmadan 12 yazdım. 2. İndi bizə nə istəyir? 0-90 aralığındakı ən böyük kökünü istəyir. Gəl enə nə verək? Enə birinci nə verək? 0. Sıfırda. Çünki ən böyük kök istəyirsə, məlum məsələdir ki, elə rəqəmlər verməli ki, mənfi almasın da. Böyük kök istəyir. 0 verirəm. 0 verəndə cavabımız olur pi böl 12. Mən bir şey deyə bilərəm. Buyur. Onsuz da sinus 2-də 1 ya 30-da alır, ya da 150-də alır da. Hər ikisində də 120-də müsbət də olur. ala bilər də. Onu da Ee, yəni 2-yə böləndə 15 eləyəcək. 120-də Yəni 2 almaz. ya 150-yə bərabər olacaq. Orada da x ya 15-dir, ya da ki 75. Ən böyüyünü də dediyinə görə hər ikisi də 90-0 aralığında yerləşir. Amma Ən böyüyü də 75. Mövlana açıq sual olsa, sən onu elə yazsan, sən axı bal verməzlər, balı kəsərlər. Tapmaca işi mi olur axı o? Ona görə sən tənliyi həll eləməlisən. Hər tərəfli tapmalısan ki, düsturun axırda nə tapırsan. Ondan sonra başlayırsan qiymət verməyə. N-in qiymətləri n tam ədəddir deyə n-ə qiymət verməyə. Bildin? Yəni açıq sual olsa nəzərə alın da bunu. İndi n-ə 1 versəm, olacaq nə? 90-da alırdı. Yo, n-ə 1 versəm. Bax, n-nın yerinə 1 qoysam. Burada n görürsən, tarihi alıram. Onun yerinə Pi 1 böl qoysam. 2. Pi bölü 2, bir də n-ya 1 versəm, burada axı mənfi 1 eləyir. Mənfi 1-i də pi bölü 12-yə vuranda mənfi pi bölü 12 eləyir. Bu deyir 90 çıxılsın 15. 75. Bəli, bildim. Başa düşdün? Bəli, qabaqda vurma var idi, denə sıfırlar getdi. O birisində Aha. ona görə pi bölü 12 qaldı. Aha. Buna da Bizdən də vurdu. bizdən də ən böyük istədiyinə görə 3 də verə bilərəm, 4 də verə bilərəm, amma uca 90-ı aşır olar. Ona görə Və ən böyük 75 istədiyinə olacaq. görə 75-i götürəcəyik. Bəli. 15 ilə 75 2 dənə kökdür. Onun üçün bu Bəli. şəkildə yazdıq. 6-cı tapşırıq. Altıncı tapşırığı mənə kim izah edə bilər? Deyim. Demir Mövlana. Verilən ifadənin qiyməti tam olaraq 1 və 2 arasında yerləşməlidir. Hər Aferin. ikisində kuba yüklətdiyimiz zaman x üstəgəl 1 1 ilə 8 arasında bir ifadə olacaqdır. Deməli 1-ə böyük bərabər olacaq. 8-dən sadəcə kiçik olacaq. Gözlə Çünki mən də tam yazdım onu. Aha. Yox, burada xətt yoxdur. Xətti qoydum. Yoxdur. Aha, de. Deməli sonra burada x-i tapacağıq. 0 böyük bərabərdir x bir də ki 7 aralığında. Yəni 0 daxildir, 7 daxil deyil. Ən böyük və ən kiçik qiymətlərin də cəmi 0 və 6-nın cəmi olacaq. O da 6 eləyəcək. Aferin. 0 ilə 6-nın cəmi eləyəcək 6. Ən böyük və ən kiçik qiymətlərinin cəmini istəyir. Doğrudur. 7-ni deyim müəllim. De vəfa. Deməli 7-də bir mötərizəni sizə gətirəcək. Yəni müxtəsər kimi də 9-un kvadratı çıxılsın kökdən 7-nin kvadratı, 9-un kvadratı üstə gəlsin kökdən 7 o düsturla. 81-dən 17 çıxanda 64 eləyir. Kök altında 6-da 64-dən də 2 çıxır. Bəli. Cavab D variantı. Doğrudur. Aferin. 8-ci tapşırıq. Kim izah eləyər 8-i? Deyim mən 8-i. De Abidin. Burada birinci məxrəci sıfırdan fərqli eləmək lazımdır. Ona görə x mənfi 3-dən fərqli olmalıdır. Bir də baxırıq ki, kəsirin üstündə tam ədəd deyil də kəsir var deyə Aferin. Deyildə müsbət olmalıdır. x2 bölü x toplayır. Aferin. Ona görə mənfi 3 qoyuruq ədəd oxunda yoxlayırıq. Burada yoxlanan mənfi 3 2 aralığı götürmürük. Çünki bunda ifadə mənfi olur. Amma 2 daxil olacaq. Çünki 2 daxil olanda ifadə 0 olur. Ona görə olmalı mənfi sonsuzdan mənfi 3-ə kimi birləşməsi də 2-dən müsbət sonsuzluğa kimi 2 daxildir. Ay, sağ ol. Bəli, yoldaşımız deyir ki, üst kəsir olduğuna görə biz də bilirik ki, A üstü n-im, n-də m, bax A-nın başında n bölünsün m yazılsa, A mənfi ola bilməz. Əsas mənfi ola bilməz. 0 ola bilər, amma mənfi ola bilməz. Düzdür.
Uşaqlar 9-cu tapşırığı sizə demişdim. O sizə düşmür. 10-cu tapşırıq. Onu kim izah eləyər? Deyim mən. Deyim. Heç izah eləməyənlərdən. Mələk, buradasan? Mələk, Buradayam müəllim, amma izah eləmişəm. izah eləmirsən? Bəli. Mən niyə yadımdan çıxmısan? İkinci sualımı izah elədim sınaq 1-də. Hə, Raya izah elə. Deyim müəllimə. Raya. Yazmamışam müəllimə. Zəhra izah elə. Asan tapşırıqdır. Kimdən Izah siz elə. müəllim? Qoyacaq. Məmmədli Zəhra izah elə. Burada x1, x2 7-dir. Vurub açanda a kvadratı çıx 2a çıx 5a topla 10. Burada əslində heç ona gərək yox idi. A kvadratı çıx 7a bizə 18 verir. 18-in üstünə İzahım 10 verək. Niyə? 28. Niyə 18 verdi? Bax, yoldaşımız burada x-in Kökləridir. yerinə x-in yerinə a qoyduq. A kvadrat çıx 7a bərabərdə 18 oldu. A qoyanda axı köklərindən biri a-dır. Sonra indi bu birisini Sonra açaq. heç nə. Onu da açanda a kvadratı çıx 2a çıx 5a topla 10. Hı. Burada a kvadrat çıx 7a 18-dir. 18 üstə gəl 10 da 28. Bəli. Bura 18-dir. Toplayanda ondan 28. Doğrudur. Uşaqlar, zoom indi kəsiləcək. 28 doğru cavabımız oldu 28 A variantı. Mən indi sizə bir dəfə də link atıram. On birinci tapşırıqda qalmışdıq uşaqlar. 11-ci tapşırığı Zəhra, sən izah elə, Daşdamirli. Onu yazmamışam mən. Kim yazıb uşaqlar? Mən yazmışam amma şübhəlidir. Bəs Fatimə Deyim mən. yazmısan? Muradlı Fatimə. Müəllim, mən də yazmamışam bunu. Bəs Zeynalova Fatimə? Mən də yazmamışam müəllim. Yaxşı, Aysu sən dedin, deyim. Mən orada ilə normal konusla getməyəcəyik ki. Normal, adi misaldır. Hə, onda konus seçirik. Doğuranı 6-dır. Demək, düzgün Radius bucaqlı piramidanın daxilinə oturacağı 60 dərəcəli bucaq əmələ gətirən, oturacağı ilə 60 dərəcəli bucaq əmələ gətirən doğuranı 6 olan konus çəkib. Şəkli çəkək. Nə deyirsə çəkək. Deməli, dördbucaqlı piramidadır. Çəkək. Demək, şəklini çəkim, davamını eləyəcəksən. Daxilinə oturacağı ilə 60 dərəcəli bucaq əmələ gətirən deməli, bu konusdur. Konus çəkilib. Oturacaqla 60 dərəcəli bucaq əmələ gətirir. Ha, indi orada 60 dərəcədirsə hündürlük çəkirik birinci, radiusu ayırırıq sonra. İndi bax uşaqlar, sən bayaq dedin ki, müəllim, normal konusdan gedir də söhbət. Burada bunun daxilinə çəkilmə elə belə deyilir. Yəni orada bir qeyri-adi heç nə eləmirik. Daxilin güya nədir ki, biz bu dördbucaqlı piramidadan? Deməli, adi bir konusun doğuranı oturacaqla 60 dərəcəli bucaq əmələ gətirib. Aha, yuxarısı 30 dərəcə olacaq onda. Bəli. Bura 60-dırsa, bura 30-dur. 30 dərəcəli 3-dür, hipotenuzun yarısı. 60 da ki, onun köküç mislidir. 3 köküç. Hündürlüyü də 3 köküç olur elə. Bəli. C variantı. Bəli. Bəs olan. Başa düşdünüz uşaqlar? Başa düşdünüz? Keçdik növbətiyə.
Bir dəqiqə. Hı -hı. 13-cü tapşırıq. Uşaqlar, Müəllim, mən bayaq bunu deyirdim, şey biraz şübhəlidir. bu səhvdir. Bu misal səhvdir. Burada cavab başqa cavab alınırdı. Həm də buraxılışa da düşmür deyə bunu izah eləmək də mənasızdır. Ona görə keçək 13-ə. Bunun variantında da səhvlik var. 13-cü tapşırıq. 13-cü tapşırıqda toxunan, 13-cü tapşırıq funksiyanın qrafikinə çəkilmiş toxunan düz xəttinə paraleldir, toxunanın tənliyidir. Bu buraxılışdan çıxarılıb. 14'ü izah edeyim. De. 14'te diagonal kəsiyi, kubun diagonal kəsiyi kök altında 2a kvadratı ilə tapılır. Bizə diagonal sahəsini verib 64 kök altında 2. Oradan a-nı tapırıq 8 apart yerinə qoyanda. Sonra yan səthin sahəsini istəyirsə 4a kvadratıdır. 4-ə vuranda 8-in kvadratını 64-də, o da 256. Bəli. On dörddə cavab 256. 15-i izah edeyim müəllimə. Denən. Burada mən ikinci verilən nisbətlər şəklində yazmışam. 3a bölünsün a, üstə gəlsin 8a bölünsün a, üstə gəlsin 4b bölünsün b, üstə gəlsin 14 bölünsün b. Deməli, yoldaşınız bunu deyir. Aha. A'lar gedir 3 üstə gəlsin 8 bölünsün a, üstə gəlsin 4, üstə gəlsin 14 bölünsün b. 3 dən 4 üstə gəlsin elə bir ki, orada 8 bölün a-dan 14 böl b-dən 2-ni çıxartmışam. 4-dən 7b qalır. Onun da qiymətini orada verib 3 yerinə qoyuram. Bunu 3 ver. Yerinə qoyanda da 10. Nə aldın? 13. Afərin, doğrudur. Nə çox teorema düşür. Bu da teoremadır. Keçdi 17-yə. 17-ni kim izah eləyər? Asandır. Ray, 17-ni izah elə. Deyir, A parametrlərindən hansının qiymətində A üstə gəlsin 28 bərabərdir 0-ın tənliyin həlli yoxdur. Yəni 0 qiymətində yoxdur da həlli. Bəli. Bəli. Uşaqlar, yadınızdadır, qayda vərəqində yazırdıq AX bərabərdir B. Bu şəkildə olan xətti tənlikdə A sıfırdır, B sıfırdan fərqlidirsə həlli yoxdur. Hər ikisi sıfırdırsa sonsuz həlli var, A fərqlidir sıfır olanda yeganə həlli var. Burada görürsünüz mənfi 28. B-nin yerində durur. Görürsünüz sıfırdan fərqlidir. Deməli, həllin olmaması üçün A sıfır olsa boş çoxluq olar. Doğrudur. 18-ci tapşırıq. Deyim 18-də. De. Deyir, x kvadratı üstə gəlsin 2x çıxılsın 15 böyükdür 0. Bunu bir yetdən eləmişəm. X1 vurulsun x2 eləyir mənfi 15. Cəmi də eləyir müsbət 2. O da müsbət 5-lə mənfi 3-dür. Yəni mənfi 5 böyükdür x böyükdür 3. Kökləri nə tapırsan? 5-dən mənfi 3. Mənfi 5-dən yox, müsbət 5-dən düzdür. Kökləri cəmi axı mənfi 2-dir. Bəli, ona görə mənfi 5-dən müsbət 3. O da mənfi 5 böyükdür 2 böyükdür 3. Onların arasındakı natural ədədlərinin cəmi də 1, 2, 3, o da cəmi edir 6. Deməli, mənfi 5 ilə 3-ün aralığından bir sınaq nöqtəsi götürürük. Məsələn, 0. Düzdür? 0-ı qoyanda ödəyir. Digər tərəflər ödəmir. Mənfi 5 ilə 3 aralığı oldu. O da 1, 2, 3. Cəmi də 6. Bəli. Burada yerləşən natural ədədlərdə 1, 2, 3 olduğuna görə cəmi oldu 6. 19-cu tapşırıq. 19-u Muradlı Fatimə yazmısan? Muradlı Əli.
19-da müəllim Mhm. mavi veya deyir ki, qara çıxma ehtimalı 0,75-dir. Mhm. Qaranın sayını bilmədiyimiz üçün ona x veririk. Gəl mənlə bir qəşəng səliqə ilə yazaq. Qaraya x deyək. Sonra sarımız nə Sarıya qədərdir? 3, Aha. 3. Mhm. Mavimiz isə 5-dir. Qəşəng. Mavi 5. Maksimum olacaq x Aha. plus 8. Bütün mümkün hallarımız, bəli, sən demiş, x plus 8-dir. Elə bir ki, mavi ilə sarının çıxma ehtimalı da x plus 5-dir. Mavi ilə sarının deyir orada, mavinin, qara və ya mavinin olma hadisəsi. Hə. Qara ilə də mavinin olması x üstə gərək 5-dir. Nəyə bərabərdir deyir? 4-dür 3-ə. Afərin. Çarpaz vuruq həll edirik. 4x plus 20 bərabərdir 3x plus 24. X-ə 4 tapırıq. Bəli. X-i tapdıq 4. Bizdən sonda da bunu istəyir. Qara kürəciyin sayını. Doğru cavab 4-dür. Düzgündür. 20-ci tapşırıq. Deyim mən. Raya dedim, 3 dərsini üzrə deyəcəksən. Heç deməyən, heç. Emil, Əliyev Emil burada. Mən deyim mənim. Əliyev Emil. Burada Denən görüm 20-ni. 20'ni Bəli. logaritma 3 4x sayısının həlini halledin deyir. Mhm. Kadar halledəcəyik. Yox. Loqaritma 3 əsasdan 4x üstə gərək 3-ün 3 olması üçün 4x üstə gərək 3 nəyə bərabər olmalıdır? 27'ye. 3-ün kubuna. Yəni 27-yə. Ha. Düzdür? Bəli. Buradan da 4x nəyə bərabərdir? 4x bərabərdir 24'ə. X 6'ya. X oldu 6. Yazmamısan sən bunu? 20'yi yazmamışdım deyəsən. 21. Əliyev Məhəmməd 21-i denə. Birdən çox olan birləşmə elementlərin sayını tapın deyir. Birləşmədə bütün elementləri götürürük də mən. Hansılar olacaq? 1, 2, 3, 4, 7, 8, 9 orada. Neçə nə oldu? 7 dənə. Afərin. 22-ni də denə. 21 asandıydı. 22-də müəllim x çıxır 3 verib. Aşağıdakı üçüncü düsturunun açırıq. X istəyəcəli y, x çıxır x düsturundan. Mhm. Çıxır 3 verib, x istəyəcəli y-də 9 olacaq orada. Mhm. Sonra orada tənli yaranır. Y-lər gedir, 2x 12 olur, x 6 olur. Mhm. Hesab yerine qoyanda y3 tapırıq. X-nin y-də hansını istəyir? 3 6 təvranda 18. Doğrudur. Məhərrəm. Buradasan? Məhərrəm. Həbibli Əli. 23 izah elə. Düzgün kəsir olması üçün 24-dən balaca olmalıdır. Mhm. Daha sonra 6 də 27-dən balaca olacaq. kiçik olacaq. Aha. 27 bölü 6. Neçə eləyəcək? Dörtdən nə qədər? 4-dan 6-da 3. Aha. Sonra səndən nə istəyir? N-in natural Natural qiymətlərini istəyir. qiymətini da 1, 2, 3, 4 bir də. 1, 2, 3, 4. Cəmi neçə eləyəcək? 10. 24-cü tapşırığı. 24-ü bayaqları Avdin izah elədi. 24 tipli bir misal var idi. Bunu şifahi ilə mən deyim, geçsin. Deməli, x-in başında kəsir kiçikdir 3. X üstü hər tərəfi 4-cü dərəcəyə yüksəldəndə 81-dən kiçik olacaq. Amma biz bunu 0-dan 81-ə götürəcəyik. Çünki biz bayaqlar dedik ki, x mənfi ola bilməz. Əgər başındakı ədəd kəsirdirsə, heç vaxt əsas mənfi ola bilməz.
25-ci tapşırıq, sonuncu tapşırıq. Heç izah eləməyən kim qaldı? Deyim mənə. Vüsal, izah elədin sən? Bəli. Yusif desin, Yusif var burada. Yusifin səsi gəlməyib hələ. Eşidirsən Yusif? Müəllimə yazmamışam mən 25-i. Asadda ha Yusif, onu yazmamısan ki. Çətin deyildi o. Omarov Murad. Sənin də səsin gəlməyib. Burada müəllim deyir, natural ədəd 50% artırır, sonra 50% azaldıqda. Burada 100, 150 olacaq. 100 ilə götürsək. Sonra 50% azaltdıq deyir ki, 50% elə bir 75-ə düşəcək də sonra. Gəl belə deyək də, 50% artıranda 150% olur, 50% azaldanda yenidən 50%. Aysu, bölürəm 100-ə. Sən demiş, neçə olur? 75% olur. 75% olubsa, nə? 25% azalıb. Aysu, 25% azalıb. Vəssalam. Dərsimiz bitdi. Sağ olun uşaqlar. Sağ olun müəllim. Sağ olun. Sağ olun müəllim. Sağ olun. Sağ olun.